Salam əziz 5-ci sinif şagirdləri, əziz liseye hazırlaşanlar. Bugün mən sizlərlə 5-ci sinif sınavını paylaşacağım. Sınavımızın özü sınaq qrupumuzda var. Sınaq qrupumuza qoşulmaq üçün bir dəfəlik ödəniş 5 manatdır və aşağıdakı qeyd ediləcəm əlaqə vasitələrindən bizlə əlaqə saxlaya bilərsiniz. Birinci sualımızdan başlayaq. 40 tane sualdır. Sınavımızı grupta paylaşmışam. Cevabını videosunu grupa atacağım. Baxa bilərsiniz oradan. Birinci sualımızda deyir ki, Həsənin 4 il əvvəlki yaşı bacısının indiki yaşı qədər idi. Bacısının indi 10 yaşı varsa 2 il sonra olan yaşlar cəmi neçə olur? Baxın, bacısının indi 10 yaşı var. Və deyir ki, Həsənin 4 il əvvəlki yaşı bacısının indiki yaşı qədər idi. Yəni, Həsənin 4 il əvvəlki yaşıdırsa, Həsənin indi 14 yaşı var, düzdürmü? Və deyir ki, bunların 2 il sonra yaşları cəmi. 2 il sonra yaşları cəmi deyirsə, Həsənin olacaq 16, bacısının olacaq 12. Və bunların da cəmi 12 plus 16 bərabər edəcək 28-ə. Deməli, bunların birlikdə neçə yaşı var? 28 yaşı var. Birinci sualımızın cevabı oldu A variantı. İkinci sualımızda biz burada tam hissəyinə uyğun da tapa bilərik. Qarışıq kəsir də gətirə bilərik. İlk öncə biz qarışıq kəsir formasına toplasaq, tamını toplayıram 5 tam. Məxrəclərin müxtəlif kəsirlər olduğuna görə 5-ün 5-dən 4-ün ortaq məxrəci 20-dir. 20-ni 5-ə böləndə 4, 4-ü 2-yə böləndə 8, üstə gələk 5 bərabərdir. 5 tam 20-də 13. İkinci sualımızın cevabı olacaq B variantı. Üçüncü sualda deyir, ən kiçiyi rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədədə bərabər olan 5 ardıcıl cüt ədədin cəmi neçədir? Rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədəd, 3 rəqəmli ədəd. 9, 8, 7. Ən kiçik deyir. Üzürlü sayın. Rəqəmləri müxtəlif ən kiçik deyirsə, mən burada yazıram 1, 0. Rəqəm ən kiçik müxtəlif ən kiçik 3 rəqəmli ədədə bərabər olan 5 ardıcıl cüt. 102. Düzdürmü? 5 ardıcıl cüt deyirsə 104, 106, 108 və 110. İndi yüzləri toplasan 1, 2, 3, 4, 5. 5 yüzümüz əlimizdə var. 2-nin üstə 4 gələndə edəcək 6. 6-nın üstə 6 gələndə 12. 12-nin üstə 8 gələndə 20 və 30. Bu da edəcək 530. B variantı. Dördüncü sual. Deyir, fikrimdə tutduğum ədədin minliklər mərtəbəsi 7. Onluqlar mərtəbəsi 5-dən böyük. Gəlin variantlarını işləyək. Deyir, fikrimdə tutduğum ədədin minliklər mərtəbəsi 7. Hamısı uyğun gəlir. Onluqlar mərtəbəsi 5-dən böyük, 9-dan kiçik ədəddir. Onluq mərtəbəsi 9-dan kiçikdirsə bu getdi. Digərləri ödəyir. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 7200 alınır. 7200 alınan ədəddirsə, yüzlüklərə qədər yuvarlaqlaşdıranda bu gedir, ikisi qalır. Fikrimdə hansı ədədi tutmuşam? Fikrimdə tutduğum ədədin minliklər mərtəbəsi 7-dir. Onluqlar mərtəbəsindəki ədəd 5-dən böyük, 9-dan kiçik tək ədəddir. Bax, buna baxmamışıq. Tək ədəddirsə, A variantındakı onluq cüt ədəddir. Ona görə A variantı da gedir. Cavabımız olaraq qalacaq C bəndi. 5-ci sual. Deyir, 2 müxtəlif 3 rəqəmli tək ədədin cəmi. 2 müxtəlif tək ədədin cəmi deyirsə, 598-i 2-yə böl. 2, 9, 598'i 2'ye bölək 2, 4, 19'un içərisində 9 dəfə 18, 18'in 299. 299'dur.
İki müxtəlif üç rəqəmli tək ədədin cəmi və bunun da digərini tapmaq üçün bu ədədlərdən ən kiçik, ən çox neçə ola bilər? 598-dən 299 çıxanda qalacaq nə? Tək ədəddir. 18-dən 9, 299. Ən kiçik, ən çox neçə ola bilər? 1, 18, 19-un içində 18, 299. Aha. İndi ən kiçik, ən çox neçə ola bilər deyirsə, 297-yi götürə bilərik. 297-yi götürəndə belə yazaq. Bu 299 edir, bu heç. Və 299 ətrafında mən ən kiçik 297 ilə 299-u götürə bilərəm. Düzdürmü? Ay yox, 97 ilə 91-i. Bir dəqiqə. 598-dən 297 çıxanda 301. Ən kiçiyi də 297 ola bilər. B bəndi. Bu ədədləri götürə bilərəm. Tək ədədin cəmi 97 ilə, bəli, 301 tək ədəddir. Hər ikisini mən götürə bilərəm. 5-ci sualımızın cavabı oldu B variantı. 6-cı sualda deyir, ardıcıl ABC ədədlərin cəmi 426-dır. A plus C cəmi hansı ədədə bərabərdir? Aha. Ardıcıl ədədlərdirsə, ilk öncə 426-nı 3 dənə ədəddir 3-ə bölürəm. 426-nı 3-ə böləndə 1, 3, 12-nin içində 4 dəfə 142. 142. 142-dən başlayırıq və ardıcıl ədədlərdirsə, mən baxıram 142, üstə gedək 143, üstə gedək 144. 5, 9 edəcək, yox. İndi bir elə ədədlər tapmalıyıq ki, bu ətraflarda cəmlərimiz bərabər olsun. Necə yaza bilərik? Ardıcıl. Belə yazaq da 16 eləməsi üçün 147, 149, 147 ilə 149 neçə eləyəcək? 16 bir yerdə 9. 142 ətrafında bir ədədlər tapmalıyam. 142, 140, 141, 143. Bu şəkildə məncə olur. 141-in üzərinə 142 gələndə 3, 8, 283. 143 gələndə 6, 2, 4. Aha, bax bu ətrafdakı ədədlər 141, 142 və 143. Məndən 141 ilə 143-ün cəmini soruşur. 4, 8, 284 A bəndi. Bu formada bizim izahımız var. Bunlar silək digərinə mane olmasın. 7-ci sual. 7-ci sualda nə deyir? Deyir ki, ulduzu tapmaq üçün ulduz kiçikdir. 26-na vururam 3-ə. 18 bir yadda 78. Ulduz 78-dən kiçikdir. İndi biz variantlara baxırıq ki, hansı variantdakı cavabımız
bizim 78-dən kiçikdir. 240-ı 3-ə böləndə düşəcək 8, 1, 81. A variantı olmur. 312 7, 4'e böləndə 7, 28. Düşəcək 78. Bu 78'e 78'e bərabərdir. Mənə 78'dən kiçik ədəd lazımdır. 552'yi 8'e bölmək üçün 7 dəfə, 6 dəfə 48, 69. Bu ola bilər. 558'i 6'ya böləndə 9, 93. Bu da ola bilər. Deməli 7-ci sualımızın cavabı oldu B variantı. 8-ci sual. 8-ci sualda deyir ki, məktəb ilə ev arasındakı məsafə 645'dir. Məktəb ilə kitabxana arasındakı məsafə kitabxana ilə ev arasındakı məsafədən 4 dəfə çoxdur. Məktəb ilə kitabxana arasındakı məsafə. Məktəb ilə ev arasındakı məsafədir. 4 dəfə çoxdur. Bir dəqiqə. Məktəb ilə ev arasındakı məsafə 645'dir. Məktəb ilə kitabxana arasındakı məsafə kitabxana ilə ev arasındakı məsafədən 4 dəfə çoxdur. Kitabxana məsafə bu 4'ü qısdı. Ev arasındakı məsafədən 4 dəfə çoxdur. Bu da qısdı. Kitabxana ilə xəstəxana arasındakı məsafə 97'dir. Məktəb ilə xəstəxana arasındakı məsafəni tapaq. Burayı qısdı. Ümumi yazıram. 4x üstə gedək x üstə gedək 97 bərabərdir 645'e.